Mənə sual verilməyib, qoy mən cavablandırınca Mən bəsbə oluram da. Lazım deyil, mənim mahnılarım da var kifayət qədər. Biz meyxanaçıyıq, heç mən heç meyxana deyənlərin mahnı oxumağına heç elə də böyük şey vermirəm. Bunu eşitmək istəyirsənsə, deyim mən. O sənin şəxsi fikrin. Şəxsi fikrimdir, düz deyirəm. Qardaş, Niyə çıxmırsınız? Biz oxuyanların haqqına giririk. O meyxana deyən mahnı oxusun, gəlib efirlər üçün, efirlərdə oxumağı oxusun. Mən oxumağa qalsam, mən Sabir Əliyevin Allah qəni-qəni rəhmət eləsin, tələbəsi olmuşam. Mən vaxtı ikən bəli, bir yaxlarda oxudum. Mənə də hamı da bilir ki, mən oxumağı da bacarım, özü hara qədər var da, mən də deyirəm. Amma sadəcə olaraq mən vallahi yaxşı baxmıram meyxana deyənlərin mahnı oxumağına. Biz vallahi oxuyanların haqqına giririk. Yəni bunu eşitmək istəyirsə mən deyirəm bunu. Qorxmuram, heç kimlə də çəkinmirəm. Qardaş, meyxana deyənsə, dünənə sırağa günə qədər niyə oxumurdular? Niyə oxumurdular? Niyə oxumurlar? Kim oxuyurdu? Niyə Nizami Rəmzi sən həyata gəlməmişdən qabaq oxuyub mahnılar? Nizami Rəmzi toylara meyxana deyən kimi getmirdi, oxuyan kimi gedirdi. Fərqi nədir? Axırı meyxana deyən kimi gəlmir. Ay qardaş, bu Nami Qaraçuxuru da oxuyur da, düzdür, meyxana demir amma. Orxan da oxuyur, demir.